Bugün biz İsmayılı rayonunda sadece 31-ci olan Qəhrəmanlar bağını salırıq. Bu aksiya PMD-nin dəstəyi ilə Qırmızı Ürəklər Fondunun, Kapital Bankın, İsmayılı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Bu aksiya çərçivəsində biz Şəhidlər Xiyabanının ətrafında 189 şəhidin adına ağaclar əkdik. Bugün şəhid ailələri, Qarabağ qaziləri iştirak edir. Bizim əsas qayəmiz, məqsədimiz ondan ibarətdir ki, bu kimi sosial layihələr eləyərək həm ekoloji mühitə töhfə verək, həm də şəhidlərimizin xatirəsini əbədiləşdirməkdir. Aksiyanın həyata keçirilməyində əməyi olan hər bir kəsə sonsuz təşəkkür edirik.